Salam hörmətli izləyicilər, bugün sizə bir ədəbiyyat sualını izah etmək istəyirəm. Qeyd edim ki, bu sualları biz WhatsApp kanalımıza paylaşmışıq. Siz də keçid edib baxa bilərsiniz. YouTube postlarında linki yerləşdirilib. Qeyd edim ki, dünən 20 sual paylaşmışıq. Hələlik ədəbiyyat nəzəriyyəsinə aiddir və din toplularından götürülmüşdür. 16-cı sualda deyilir: verilən beytlə bağlı doğru fikri müəyyən edin. Vaqifa, göz yum cahanı, baxma xubi ziştinə, üz çevir, ali əbaya, Əhməd Muxtarə bax. Burada yazılıb qəzəlin son beytidir, qəzəlin ilk beytidir, müəyyən beytdir və s. Bu düzdür. Bu Vaqifin Bax qəzəlidir. Qəzəldən bir beytdir. Necə bilirik? Əvvəlcə biz bunun qafiyə quruluşuna baxırıq. Görürük ki, bu qafiyələnmir. Bu beyt qafiyələnmir. Qafiyələnmirsə biz qəzəlin qafiyə quruluşunu yadımıza salarıq. Necə idi? A, A, B, A, C, A və s. Məsələn, burada D bəndə yazıb ki, Məsnəvidən bir beytdir. Məsnəvini necə qafiyələnirdi? Məsnəvi belə qafiyə. A, A, B, B, C, C. Yəni, hər birində qafiyə olmalıdır. Ona görə məsnəvini çıxırıq. Qəsidə isə daha çox təmtəraqlı dillər, təriflər olur burada. Bunu da çıxırıq. Bəs qəzəlin hansı beytidir? Bunu tapmalıyıq indi. İlk, son, yoxsa orta beytidir? İlk ola bilməz. Çünki biz burada dedik ki, qafiyə yoxdur. Deməli, ilk ola bilməz. B-ni də çıxırıq. Orta beytdən son beyti necə ayırırıq? Adətən bilirik ki, son beytdə müəllif öz təxəllüsünü və ya adını qoyur. Biz də burada görürük ki, burada yazılıb Vaqifa özünə müraciət edir. Ey Vaqif, öz təxəllüsünü, öz adını qoyubdursa, deməli bu nə olacaqdır? Qəzəlin son beyti. Yəni orta beytlə son beytin fərqi budur. Cavabımız oldu A bəndi.